Sən mən nə deyiriksə deyək, pulu verən mahnını sifariş eləyir. Elə bu televiziyalarda da belədir. Yəni kim sponsor gətirirsə, kim yaxşı baxış sayı, reytinq gətirirsə, onlar da daha məqbul sayılırlar. Yəni bir növ gözümüzü ağardırıqsa oyunçuya deyil, oyunu ağartmalıyıq. Amma buna baxmayaraq son günlər televiziyalarda bəzi verilişlərin bağlanıldığını görürük. Bəs səncə mövzu 2 dənə veriliş bağlamaq hansısa bir insanları qadağan eləməklə bitə biləcək bir mövzudur? Əlbəttə ki, yox. Nə deyirəm niyə? İcazənizlə sizi biraz əvvəl aparmalıyam. Çünki biz media savadlılığı dedikdə anlayırıq ki, bu konsept texnologiyanın sürətinə çatdıra bilməyəcəyimizi anladığımız məqamda trendə girdi. Yəni, sən bugün verilişi bağlasan, sən həmin verilişi, həmin insanları TikTokda görə bilərsən. TikToka bağlamaq istəyirsən, əcəb yersən. Onda həmin insanlar YouTube'a keçə bilərlər. Yəni cəmiyyətə zərər verən, zövq pozan insanlar, verilişlər, konseptlər artıq nələrdir? Onları bağlayaraq ki, bəzən bu doğrudan vacib bir addım olur, amma bağlayaraq bütün məsələni həll edə bilmərik. Burada məsələ həm də auditoriyanı, nəyin faydalı, nəyin zövqlü, nəyin zövqsüz olduğunu anlaya biləcək kapasitəyə gətirə bilməkdir. Əgər auditoriya bunu anlamırsa ki, onun izlədiyi bir veriliş ona heç bir fayda vermir və yaxşını pisdən ayıra bilmirsə, ha istəyirsən o auditoriyanın qarşısına dünyanın ən akademik verilişini gətir, onlar bunu da anlamayacaqlar. Yəni bizim izləyicilərimiz dörd tərəfi su ilə örtülü adaya, belə deyək, mediaya düşəndə hansı bacarıqları ayarlarına almalı olduqlarını bilmirlərsə, bizim qadağalarımızın da, bizim nəyisə bağlamağımızla bir əhəmiyyəti qalmır. Çünki bu kimi zövqsüz və ya da cəmiyyətə fayda verməyən verilişlər bir başqası ilə bir-birini əvəzləyir. Yəni aktyor dəyişir, amma oyun eyni qalır. Və sizə deyim ki, biz bayağı deyirik və bəzi insanları, bəzi qrupları bizim düşmənimiz kimi göstəririk. Amma bəzi keyfiyyətli kimi görünən verilişlərində sadəcə olaraq kosmetik tərəfdən hər hansı bir faydası var. Yəni insanın geyimi, görkəmi, görünüşü olduqca qərib yönümlüdür və ya da müasir və ya da faydalı görünür, amma günün sonunda baxırsan ki, o da fayda vermir. Mən 2017-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə yüksək balla daxil olanda bir şeyə başa düşdüm ki, burada nəsə düz getmir. Hə, jurnalistin vəzifəsi, borcu belə, öhdəliyi belə, etika kodeksi belə, aha, bəs media ekosistemi. Əgər mənim redaktorum vizyonsuzdursa, mizogenistdirsə, əgər ona fayda vermək yox, pul qazanmaq daha önəmlidirsə, bəs onda necə? Mənim redaktorumun müdürü ona deyirsə ki, sakit işçini oradan uzaqlaşdır, bəs onda necə? Bəs media mühiti jurnalistikaya sosial məsuliyyət mövzusu kimi yox, biznes kimi baxırsa, bəs onda necə? Ona görə də hər yerdə media var, amma media savadlılığı yoxdur. Və onu qeyd etməliyəm ki, media savadlılığı 2-3 dənə ağıllı termin deyib ortadan çəkilmək deyil. Bu bir düşüncə tərzi, mediaya baxış fəlsəfəsi, anlayışıdır. Boş şey deyil, sadə heç deyil, öyrənməyi biraz çətindir, amma vacibdir, labüddür. Elə içdiyimiz su kimi, aldığımız nəfəs kimi.